Fevralın 7-sində keçirilən növbədənkənar prezident seçkilərinə yekun vurulub. Mərkəzi Seçki Komissiyasının bugün baş tutan iclasında yekun nəticələr elan edilib və İlham Əliyev 92,12% səslə seçkilərin qalibi olub. Seçkilərdə seçici fəallığı 76,43% təşkil edib. Bildirilib ki, seçkilərə start verildikdən sonra qeydə alınan 7 prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılıb. Seçki qabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə ediblər. Seçki qabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub. Həmçinin vurğulanıb ki, bir neçə seçki məntəqəsində prezident seçkilərinin nəticələri ləğv edilib. Aparılan araşdırmalar zamanı həmin məntəqələrdə seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib. Qeyd edək ki, MSK protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi. Əliyev Fuad Ağasoğlu 26.517 səs, yəni 0,54%. Əliyev İlham Heydəroğlu 4.567.458 səs, yəni 92,12%. Həsənquliyev Qüdrət Müzəffəroğlu 85.411 səs, yəni 1,72%. Musayev Elşad Nəbioğlu 32.885 səs, yəni 0,66%. Mustafa Fazil Qəzənfəroğlu 98.421 səs, yəni 1,99%. Nurullayev Razi Qulaməlioğlu 39.643 səs, yəni 0,80%. Oruc Zahid Məhərrəmoğlu 107.632 səs, yəni 2,17% təşkil edir. Beləliklə, cənab İlham Heydəroğlu Əliyev 4.567.458, yəni 92,12% səs toplamaqla 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərinin lideri kimi Mərkəzi Seçki Komissiyasında protokolunda öz əksini tapır. Təbrik edirik.